Ondan geriyə ancaq bu köhnə şəkillər qalıb. Şamil Nəsirov, 1-ci Qarabağ müharibəsinin taleyi naməlum döyüşçülərindən biri. 1974-cü il noyabrın 7-sində Cəlilabadın Abazalı kəndində doğulub. Torpaqlarımızda erməni separatçıları baş qaldıranda o da cəbhəyə gedir. Döyüşlərdə kəşfiyyatçı kimi şücaət göstərir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə 1-ci Bəhmənli, 2-ci Bəhmənli, o döyüşlərdə gedən yerdə orada iştirak edib, döyüşlərdə olub. Biz oradan məktubda yazmışdı ki, döyüşdən çıxıb bu məktubu yazmışam. Ailəsinə yazdığı məktubdan 2 gün sonra Murovdağ uğrunda döyüşlərə qoşulur və yaralanır. Buna baxmayaraq digər yaralıların təxliyəsində iştirak edir. Hospitala gedib müalicə almaq yerinə yenidən döyüş yoldaşlarının yanına qayıdır. Bundan sonraki taleyi isə naməlumdur. Biz o vaxt maraqlandı o da, yəni bir xəbər ala bilmədik də. Demişlər, məsələn, döyüşdən yaralıya çıxardıblar, amma ki, bu günə kimi xəbərimiz yoxdur da. Bu vaxtdan indiyə qədər də gözlükdə ilə gözümüz yolda ola bilər, bəlkə Allahın möcüzələri də çoxdur. 5 il əvvəl qazandığımız tarixi zəfərlə təkcə torpaqlarımız azadlığa qovuşmadı. İtkinlərin taleyinə də işıq düşdü. Kütləvi məzarlıqlar tapılır, döyüşçülərin nəşləri ailələrinə qayıdır. Hər tapılan məzar, hər üzə çıxan nəş ümidləri də dirildir. Günel Habil qızı Şahin Həsənov, ASTV xəbər.